Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində Haqqın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz hər iki aləmin xanımlarının seyidəsi olan Xanım Zəhra Salamullahi əleyhanın mübarək mövluduna əsr olunmuşdur. Bugünkü qonağımız isə ilahiyyatçı Qurban Cəfərovdur. Qurban bəy, xoş gəlmişsiniz. Selamun aleyküm, xoş gördük qardaş. Allah razı olsun, təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk, var olasınız. Çox sağ olun. Ümumiyyətlə, Xanım Zəhra Salamullahi əleyhanın şəxsiyyəti, ümumiyyətlə 14 məsumun içindəki Xanım Zəhradan qeyri bir simvol, bir qadın obrazıdır ki, qalan məsumlarımız hamısı kişidir. Amma çox maraqlı bir şey var ki, hacı, çox geniş şəxsiyyətə malik idi ki, hətta imamların özlərinə belə höccət idi. Baxmayaraq ki, ümumi cəmiyyətin baxışına bir qadın obrazı olsa da. Amma əlbəttə, bir proqramın daxilində mövzunun nə qədər geniş əhatə eləmək mümkün olmasa da, istərdiyi mühüm olan nöqtələri açıqlayaq. Ümumiyyətlə, Xanım Zəhra Salamullahi əleyhanın şəxsiyyəti, varlığı Allah Rəsulu üçün nə demək idi, nə qədər əhəmiyyətli idi? Bu haqda zəhmət olmasa. Bismillahirrahmanirrahim və bihi nəstə'in innəhu xeyru nasirin və mu'in və sallallahu alə rasulih əl-əmin. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdətən min lisani yefqahu qavli və haqqi Fatimə və əbiha və bə'liha və bəniha və sirril müstəvdə'i fiha. Allahümmə salli alə Muhammed və ali Muhammed. Çox sağ olun qardaş, təşəkkür edirəm dəvətiniz üçün. Allah bu xidmət eləyən əzizlərimizin hamısının xidmətini qəbul eləsin. İki dünya Həzrəti Fatimə ilə məhşur eləsin. Baxın qardaşım, Həzrəti Fatimənin nümunə olmağı həm ağalar üçün, həm xanımlar üçün ki, sabitdir. Həzrəti Fatimənin Peyğəmbər üçün kimliyinin barəsində bizim əlimizdə yetərincə tarixi məlumatlarımız var. Hətta bunu bütün məzhəblər belə kitablarında qeyd edib. Amma elə bir haşiyə cümləsi deyim ki, əslində Həzrəti Fatimənin şəxsiyyəti o qədər dəyərli və parlaq bir formada görsənib ki, əslində heç nə qədər tarixi məlumatlara ehtiyac var ki. Baxın, görün, məsumlar nə qədər məzlum olub ki, biz məzhəblərin tarixini axtarırıq ki, Həzrəti Fatimənin həqiqətin və Peyğəmbər üçün dəyərin sabit eləyir. Bəzi şeylər var ki, o zamanda insanların mərifətsizliyindən önə gəlir. Bəzi şeylər var ki, zamanda müəyyən ehtiyaclardan qaynaqlanır. Hətta bəzi elmlər kimi. İndi baxın, siz özünüz də bu işin əhli olmuşsunuz da, bizim usul elmi ki var, çox mərufdur. Əslində usul elminin bünövrəsi yoxdur ki, özlüyündə elm olaraq. Yəni o zamanki Peyğəmbər zamanından biz uzaq düşmüşük. O zamanın uzaqlığı bir dənə elmin yaranmasını ortaya çıxardıb. Çünki biz özümüzün şəri məsələlərimizi, gündəlik məsələlərimizi ələ gətirə bilmirik. Yəni bu qədər bu elmin genişlənməsi buna xatirdir ki, zamanı Peyğəmbər, yəni o Peyğəmbər zamanından zamanımız uzundur. Axirin imam ki zuhur eləyəcək, Allah zuhurunu təcil eləsin, onda o elmə ehtiyac olmayacaq ki. O elm öz fəaliyyətini itirəcək. Onun yoxluğundan, zərurətdən biz ona ehtiyac duyuruq. Amma işin ki, kökündə, bünövrəsində belə bir elmin təsisatı əvvəldə heç olmayıb. Amma bugünkü zərurət. İndi baxın, Həzrəti Fatimə ilə yaşadığı zamandakı kimi tarixi də gör nə qədər məzlumdur. Ki biz Həzrəti Fatimənin Peyğəmbər üçün kimliyin bəzən məzhəblərin tarixini axtarırıq ki, hər məzhəbin öz dilində danışaq. Amma əslində bu da bir dəyərdir. Özlüyündə ki, hər məzhəbin dilindən bu xanımın barəsində fəzilətinə söz deyilib. Görürsünüz, heç bir kəs məzhəbindən asılı olmayaraq Həzrəti Fatimənin barəsində əks söz deyə bilməz. Görəsən bu Həzrəti Fatimə Peyğəmbər üçün kimdir? Əgər biz baxsaq ki, Həzrəti Peyğəmbər vəhy ilə idarə olunan, Allahın iradəsi ilə idarə olunan bir varlıqdır. Və Qur'an-ı Kərimdə Allah Mütəal Peyğəmbərin barəsində deyir də Ən-Nəcm surəsi 2-3-cü ayəsində ki, o heç vaxt həva-i nəfsindən həyat yaşamayıb, nə söz deyib, nə rəftar eləyib. Yəni bunun yatmağından təbəssümünə kimi, cəmaatla rəftarına kimi bütün işi Allahın ixtiyarında olub.
Yəni bu Allahın ixtiyarından kənar bir zərrə addım atmayıb. Bəli. İndi baxın Həzrət Peyğəmbər sadə misal deyirəm amma mən də gələcəm o mövzunun üstünə. Həzrət Peyğəmbər elə bir səfər olmadan Peyğəmbərin tarixində bir nəfər göstərmədi ki, Peyğəmbər istər müharibə olsun, istər hər hansı bir səfər olsun. Elə bir səfər olmadı qaydanda Həzrət Fatimənin qapısına dəyməsin. Həzrət Fatimənin evinə ən azından bir salam verib keçməsin. Çox mühüm məsələ də vəhiy nazil olan kişi, vəhiy nazil olan evdən qabaq Həzrət Fatimənin evini ziyarət edir. Həqiqətən. İstəyir dünyaya deyə ki, elə vəhyin qapısı bu qapıda. İslam Peyğəmbərinin ümməti, hətta Məkkənin öz dövründə, ta Mədiniyə hicrətə qədər, hicrətdən sonra Peyğəmbərin rihlətinə qədər, dünyadan köçmək zamanına qədər bir çox imtahanlar verib və bəziləri də üzü ağ çıxıblar. Amma İslam bu həqiqətlə kifayətlənməyib. İnsanın kəmalı imtahanında götürüb. Bəli. Ki, tək canımı müharibələrdə qurban elədim, sən o demək deyil ki, hər şey bitib. Bəli. Baxın, mühüm olan məsələdir ya bu. Bəli. Hə? Görəsən İslam Peyğəmbəri nəyi imtihan eləyirdi ki, canından keçənlərin özləri də hələ kəmalata çatmayıblar. Bir halda ki, müharibələrdə sinələrin qabağa vermişlər, oxların, nizələrin altına. Bəzən Qur'an onların kəmalatında olmayanların görsədib. Amma bunlar Peyğəmbər zamanında çox da görsənə bilmirdilər. Bunlar Peyğəmbər şəhadətə yetəndən sonra, Peyğəmbər dünyasını dəyişəndən sonra görsənməlidir ki, İslam ümməti doğrudan da hansı mənəvi xəstəliklərdən amandadır ya yox. Bəli. Bəzi insanların zahiri şücaəti bizi aldadar. Təqva zahiri şücaətlə ölçülməz. Allahla yaşamaq, Allah üçün yaşamaq bəzən zahiri əlamətlərlə bilinmir. Bəli. Niyə Quran deyir ki, yevmət tubləs sərair? Qiyamət bir gündür ki, həqiqətlər aşkar olacaq. Çünki dünya həqiqətlərin hamısını aşkar edən bir yer, məkan deyil. Hə? Eynən bəzən Peyğəmbər zamanında özün aşkara görsədənlər həqiqətin özün görsədə bilməmişdilər. Necə bu mübarək ayə deyir, yevmət tubləs sərair, qiyamət bir gündür ki, həqiqət aşkar olacaq. Peyğəmbərin rihlətindən sonra Həzrəti Fatimənin qapısına olan, həyatına olan münasibət həmən bu ayənin dünyadakı şərhi idi. İndi görürük Peyğəmbər üçün Fatimə kim idi? Ümmətin kimliyi müəyyən edirdi Həzrəti Fatimə. Ki, ya Rəsulallah, bunlar sənin ümmətin olaraq nə qədər mərifət tapıblar. Bir nəfər İmam Muhammed Təqi əleyhissalamın zamanında, yəni İmam Cavad ağanın zamanında çox şad görüşdü imamla. İmam baxdı ki, bizdə deyərlər, bu adam elə o sevincindən dərsinə sığmır. Misal var bizdə. Çox şad. İmam dedi ki, filanı, niyə belə şadsan? Bu şadlığın səbəbi nədir? Nə çox sevinirsən? Dedi ki, yəbnə Rasulillah, ay Peyğəmbərin balası, niyə sevinməyim axı? Cəddindən eşitmişəm, atandan eşitmişəm, ata-babalarından bizə xəbər satıb ki, bir müminin ehtiyacını adam aradan aparanda, qəm qüssəsini aparanda, bir xeyir iş görəndə ona insan gərək şadlanar. Şadlığım budur ki, bir nəfərin xeyir işinə yaramışam, dərdinə dəymişəm bir nəfərin. Deyir, imam dedi ki, haqqın var sevinməyə, İmam Cavad ağa dedi. Ki, o Cavad ki, Cavadur əyimmə deyirlər, da hamısından çox deyirlər, ehsan eləyirdi. Ki, bir halda ki, İmam Həsən özü ömründə öz malın 3 dəfə nəyi vardı Allah yoluna vermişdi. Amma Cavad ləqəbi ona yox, hərəsinin özünə bir ləqəb verilməyi o birislərin olmamasından deyil. Bunlar başqa bir məsələ. Bu İmam Cavad ağa, bu ehsan eləyən ağa dedi ki, sevinməyə haqqın var, amma çalış ki, bunu zay eləməyəsən. Dedi ki, İmam Cavad ağa dedi ki, ağa, mən necə bunu zay eləyə bilərəm ki, bir halda ki, mən sənin xalis dostlarındanam, mən sənin xalis şiyyələrindanam, davamçılarındanam. İmam dedi ki, elə zay elədin da bu əməli, təəccüblə soruşur ki, İmam, necə yəni zay, mən nə iş gördüm burada? Dedi, demədin ki, mən sizin xalis davamçılarınızdanam, xalis şiyyələrinizdanam. Dedi ki, bəli. Dedi, yəni sən Ali Fironun möminlərindənsən, sən Səlmansan, sən Miqdadsan, sən Əbazərsən. Dedi ki, xeyr ağa. Dedi, Allah Müteal Bəqərə surəsində demədi ki, ya eyyuhəl-ləzina amenu la tubtilu sədaqatikum bil-mənni vəl-əza. Demədi ki, iman gətirənlər öz sədaqələrinizi əziyyət və minnətlə batil eləməyin. Dedi, ağa, mən nə ona minnət vurmuşam, nə əziyyət eləmişəm. Dedi, sənin sədaqə verməyin o boyda dəyərli işdir ki, bizə elədiyin əziyyəti aradan aparar. Dedi, xeyr. Dedi, sənin verdiyin o sədaqə o boyda əzəmətli işdir ki, mələikə elədiyin əziyyəti aradan aparar. Dedi ki, xeyr. Dedi, nə əziyyət elədim? Dedi, sən demədin mən Səlmanam. Demədin bizim xalis şiyyələrimіздənsən. Dedi, bəli.
Dedi, sən o sözlə bizə əziyyət elədin. Sən bizim üçün nə boydasan ki, deyirsən, sən nə Səlman deyirsən, nə Miqdad, nə Əbazər deyirsən. Niyə bu iddiaya düşdün, bizə əziyyət elədin? Quran demir, ya eyyuhəl-ləzina amenu la tubtilu sədaqatikum bil mənni vəl əza. O sədaqələrinizi batil eləməyin əziyyət və minnətlə. Sən o söz ki, bizə xassı söz deyil, onu deməklə neynədin? Bizə əziyyət elədin. O əziyyətin də bu sədaqəni neynədi? Aradan apardı, istiğfar elədi. O müəyyən ehtiraflarını elədi. İmam dedi ki, Allah sənin bu savabını özünə verəcək ki, səhvini başa düşdün. Yəni, məsumların belə yolunda rahat şəkildə xalis davamçı demək çox çətin məsələdir. Bir məsuliyyətdir. Bu Həzrəti Fatimə kimdir ki, vəhyin sözü deyir ki, bu xanımın rizayəti Allahın rizayətidir. Bu xanımın razılığı ilə Allah razı olur. Şimdi o hədis ki, çox deyilib. Yəni, bu sözü hər adam deyə bilərmi? Və hər adam, Həzrəti Peyğəmbər Fatiməyə, məsələn, o qızı Fatiməni, əgər doğrudan bir ata-bala sevgisi idisə, onda Həzrəti Peyğəmbər qərizə və meyillərinə tabi olub. Hər bir ata-balasını sevə bilər. Həzrəti Yaqubun 11 dənə övladının içində niyə məhz Yusifin məhəbbəti? Niyə səbəb nə olub görəsən? Demək, bu iş bir dənə ilahi rənglə nəşətlənib. Bu iş ilahi rənglə təqdim olunur. Həzrəti Peyğəmbərin ata və övlad münasibətindən olan məhəbbəti olsaydı, Həzrəti Fatimə də digər övladları kimi olardı. Yəni, əgər Həzrəti Peyğəmbər vəhiy deyəndə ki, bunun barəsində Allah müteal deyir, bunun bütün həyatı, bütün varlığı, bütün davranışı ki, heç biri meyldən və qərizədən deyil, yalnız Allahın özünün istəyi iləndir. Onda demək, Həzrəti Fatiməni bu qədər ixlasla sevməyi Allah Peyğəmbərdən istəyib. İndi görəsən, bu Peyğəmbər üçün kimdir? Onun üçün deyirdi, o atasının anasıdır. Bir Peyğəmbərin canı ki, Quran deyir ki, rəhmətən lil aləminsən sən. Bütün aləmlərə rəhmətsən. Orada demir dünyaya, orada demir ahirətə. Orada bütün aləm. Aləm deyəndə bəzi hədislərdə 18 min gəlir və s. və ilaxır. Orada nəbatatdan tutmuş heyvanata qədər bütün aləm var. Coğrafi mövqeyə malik olan bütün varlıqların aləmi orada özünə yer alıb. O aləmlərin hamısına rəhmət olan bir şəxsiyyətin canı elə belə can deyil ki. Bu canı, qiymətin başa düşən bir Peyğəmbər deyir ki, canım qurban olsun qızıma. Atası qurban olsun o qızına. İndi gör, onun şəxsiyyəti nədir ki, belə bir canı ona qurban eləməyə razıdır. Əleyhissalam bir dənə sözü var. Düzdür, Həzrət Fatimənin şəhadət məsələsindədir bu sözlər, amma mövlud ərəfəsidir. Biz istəmirik o mövzulara girək, amma istəyirik deyək, Həzrət Fatimə kimdir Peyğəmbər üçün? Ali Peyğəmbər üçün kimdir? Əleyhissalam deyir ki, səndən sonra əmi qızı, mənə bu dünyanın daha bir xeyrin, düşünmürəm səndən sonra bu dünyada mənim üçün bir xeyir qala. Bu öz sözüdür. Deyir, bilsən nədən qorxuram? Əmi qızı, buna xatir ağlayıram ki, birdən səndən sonra dünyada çox yaşayaram. Sənsiz yaşamaq bu dünyada mənim üçün o qədər ağırdır. O demirdi, kül düşsün səndən sonra bu dünyanın başına. Peyğəmbər üçündür, kimdir? Əleyhissalam üçün kimdir Həzrət Fatimə? O adamdır ki, deyir, səndən sonra yaşamağın mənası yoxdur bu cəmaatla. Yəni, o cəmaat ki, ləyaqəti yoxdur, imaməti başa düşər. Həzrət Peyğəmbər üçün Həzrət Fatimə ən dəyərli bir şəxsiyyət və onun yolunun ən yaxşı müdafiəçisi. Qısa sözlə desək, Peyğəmbər yolunun, nübüvvətin ən yaxşı müdafiəçisi və nübüvvətin mirasını qoruyan ən böyük şəxsiyyət Həzrət Fatimə salamullah aleyha. Ki, canımız ona fəda olsun. Çox təşəkkür edirik sizə. Bu açıqlamanıza görə, müqəddiməyə görə, əslində qalsa heç müqəddimədən daha çox böyük bir geniş mətləbi izah etdi. Hacı, Seyyidətün Nisa-il Aləmin iki dünya xanımlarının seyyidəsi. Ümumiyyətlə, bu ifadə nə üçün xanım Zəhra üçün işlənmişdir və hansı böyük mənəvi uca məqamı özündə ehtiva edir bu? Bəli, qardaşım, baxın, biz onu Həzrət Fatimənin öz şəni ilə bağlı bir kəlmə ilə desək, o qədər də anlaşılmaz. Biz məsələyə baxmalıyıq nübüvvətin barəsində olan mövzu ilə. Ki, Həzrət İslam Peyğəmbəri ənbiya üçün kim olub? Özü demir ki, elə bir nübüvvətlə, mənim nübüvvətlə olan misalımı istəsəz bu cür başa düşəsiz. Sanki düşünün, bir dənə qurulmuş, tikilmiş bir evdir, oranın axırın bir daşı çatmır ki, tamam ola, o da mənəm. Yəni, mən olmasam tamam olmaz. Mən olmasam o kəmalata çatmaz. Yəni, mənsiz nübüvvət tamam olmaz. İndi Həzrət Peyğəmbərin ailəsi, Əhl-i Beyt, Alə Əba,
onların ki, əvvəli Həzrət Əmir əleyhissalamdan Həzrət Fatimədir. Həzrət Fatimə necə nübüvvətin tamamı bağlıdır Peyğəmbərin xatəmiyyətinə və Qur'anın, vəhyin, yəni Qur'an üslubunda dayanmağına ki, hamısını özündə ehtiva elədi. İndi bu nübüvvəti ehtiva eləmiş bir dənə vəhy görəsən qorunmasa tamamı ənbiyanın haqqı zay olar, olmaz. Bəyəm Tövratda olan qissələr dəyişilmədi? Bəyəm İncildə olan qissələr dəyişilmədi? Niyə məhz Quranda olan qissələr qaldı? Bir əgər Peyğəmbərin nübüvvəti əldən ələ düşsəydi və bu qədər təhrifə uğrasaydı, biz Həzrəti Yusifi indi bir nağıllar aləmi kimi başa düşərdik. Bəli. Həzrəti Yaqubu bir nağıllar aləmi kimi başa düşərdik. Necə ki, başa düşülürdü. Necə ki, hələ bu qədər aşkar dəlillərlə başa düşülür. Həzrəti Süleymanı bir nağıl və əfsanələr kimi multfilmlərə çəkərdilər ki, uşaqların o xəyalında ki, uşaqlar pak olur, hər şeyə inanırlar. Uşaqları inandırmaq üçün qurduqları bir yalan simvolunda və obrazında bir film çəkərdilər. Hə? Həzrəti məsələn, Həzrəti Əyyubun, Həzrəti məsələn, Salih Peyğəmbərin o məsələlərin bir dənə əhvalat kimi cəmaata danışardılar ki, insanların bir növ hər hansı bir fikirlərində nəsə bir keçmişə səyahət yaratsınlar. Başqa bir dərdə dəyməzdi. Bəli. Bunların hamısının hüququnu bir Həzrət Fatimə öz həyatında qoruyub. Kifayət eləyər ki, bu kimdir Həzrət Fatimə? Niyə iki dünya xanımların ağasıdır? Həzrəti Məryəmin haqqı əsli həqiqətdə tam mənada ciddi şəkildə müdafiə olunub harda? Quranda. Bəli. Məsihlər bəyəm Həzrəti Məryəmin özünün haqqını öz kitablarında, o İncilin özündə zay eləməyiblər. Onun kimliyi barəsində Həzrəti İsa kimi dən Allahın bu əzəmətli Peyğəmbəri bəyəm İncilin özündə təhrifata uğramaqla Həzrəti İsa'nın haqqını qəsb eləməyiblər. Həzrəti Musa'nın haqqını bəyəm Tövratın özündə zay eləməyiblər. Reallıq budur da. Zəburun özündən məsələn biz axtarsaq birdən görsək Həzrəti Yaqubun, Həzrəti məsələn Davudun barəsində o şeylər keçir. Onun özünə xassı deyil bəlkə. Çoxları ki ona xassı deyil. Demə bu ənbiyanın haqqı zay olub olmayıb. Asiyə Fironun xanımı, Qur'an onun düz düsturunu göstərməsə, onun da haqqı zay olardı, olmazdı. Bəli. Onun da haqqı aradan gedərdi, getməzdi. Niyə bu xanım iki dünya xanımların ağasıdır? Sərvəridir. Buna görə hamısının haqqını bu xanım qoruyub. Mən bu məsələyə bu cür yanaşaram. Hamısının haqqını bu xanım qoruyub. Əgər canım bu yola sifər eləməsəydi, Qur'an ki əldən gedərdi, ki necə ki o cür idi, ki necə ki Qur'an bu qədər sabitçiliyi ilə bugün bütün dünya hərəsi Qur'ana bir əl atıb istəyiblər ki, hərə bir qapıya çəksinlər. Amma yalnız Qur'an bir yerdən şəffaf və öz həqiqətini göstərir. O da Həzrəti Fatimənin həyatına bağlı olan məktəbdir. Birdən bu olmasa necə olardı? Hərə qapısından bir Qur'an danışardı. Hərə öz məntəqəsində bir Qur'anı icad eləyərdi. Orada elə Asiyənin də haqqı zay olardı. Həzrəti Məryəmin də haqqı zay olardı. Həzrəti Həvvanın da haqqı zay olardı. Hə? Görün o xanımlar ki Allah yanında çox dəyərlidirlər. Onların dəyərin Həzrəti Fatimə öz həyatında bir Qur'anı qorumaqla, bir Peyğəmbərin məktəbini qorumaqla qoruyub saxlaya bilib. Amma biz eləyə bilərdik buna başqa cavablar da verək. Sadəcə o cavablar ümid edirəm ki çox eşidilib. O cəhətdən ki hamısının haqqını Həzrəti Fatimə qoruyub halı həyatında. Baxın, insan bəzən oturur insafən dəhşətə gəlir. 18 il ömrü sürəsən, Allah dünya və axirətdə deyə ki, səndən əfsəli yoxdur, səndən dəyərlisi yoxdur. O xanımlar ki, orada Qur'an bəhs edib, Məryəmin ismət və həyasından. Bəli. İndi bir Qur'an ki, istəyir dünya xanımlarına və kişilərinə ismət və həyanı təbliğ eləyə, Həzrəti Fatimə olmasa Qur'anın danışdığı ismət və həya cəmaata düz çatdırılmazdı. Əyanı nümunə. Əyanı nümunə. Onun üçün hamısından əfsəl bu xanımdır. Ki hamısının həqiqətini o çatdıra bilib. İşin özlüyü bir mahiyyətdə. Kərbalada bu boyda vaqiiyyət var idi. Birdən Həzrət İmam Səccadla Həzrət Zeynəb olmasa onu kim lazımi həddə çatdıra bilərdi? Düşsəydi o biganələrin və əğyarın əlinə neyniyərdilər o vaqiiyyəti? Hərə istədiyi kimi bir don geyindirərdi. Necə ki bugün görsən hərə bir tərəf istəyir məna eləyə. Hərə öz düşüncəsinin pərdəsini atır o məktəbin üstünə, amma görürsən o heç kimin pərdəsinin üstündə saxlayan bir məktəb deyil. Hər kəsin libasını atıb öz libasını göstərir. Həzrət Fatimə olmasa
bu qissələri danışılan, o barəsində söz deyilən xanımların hamısının haqqı zay olardı. Ona görə iki dünya xanımı həmən Həzrəti Fatimənin barəsində Peyğəmbər deyib. Çox təşəkkür edirik sizə. Bu ətraflı və çox dəqiq, detallı cavablamaya görə çox mühüm nöqtələrə toxundunuz. İnanırıq ki, bu mübarək gündə də xanım Zəhra haqqında tamaşaçılarımız üçün çox faydalı olacaq. Minnətdarıq sizə. Allah razı olsun. Təşəkkür edirəm qardaş. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz xanım Zəhra salamullahi əleyhanın mübarək mövluduna əsr olunmuşdur. Qonağımız isə ilahiyyatçı Qurban Cəfərovdur. Qurban bəy, söhbətimizin davamında istərdik elə günümüzün mövzusuna əlaqədar, mübarək mövluduna əlaqədar bir sual ünvanlayaqsa, ümumiyyətlə məsumlarımızın mövludlarının qeyd olunması əlbəttə ki, bu şək şübhəsiz bir mövzudur. Amma biz bilirik ki, İslamın özündə varid olan, İslamın daxilində mövcud olan heç bir şey bihudə deyil. Hər bir şeyin bir hikməti, bir məqam, bir mənəviyyatı var. Bundan irəli çıxaraq xanım Zəhra salamullahi əleyhanın bu mübarək mövludu bizim üçün, nəinki Əhl-i Beyt məktəbinin mənsubları üçün, ümumiyyətlə onu bütün sevənləri üçün hansı mənəvi məqamı özündə daşıyır? Bu haqda zəhmət olmasın. Baxın qardaşım, Həzrət Fatimə mövlud baxımından ki, məsələn, biz düşünürük ki, Həzrət Fatimənin mövludu niyə qeyd olunmalıdır məsələn? Bəli. Nə əhəmiyyət kəsb edib görəsən? Baxın, biz bir dost ünvanında yanaşmasaq da birdən məsələyə, görürsən, bəzən illərlə tarixi araşdırmaçılar heç bir qohumluğu, heç bir əqidəsi uyğun olmayan, heç bir məzhəbi yaxınlığı olmayan, bir dənə tarixi, əsrlər bundan qabaq tarixi araşdırır, görsən bir dənə tarixçi hər hansı bir sərkərdənin gördüyü işin mahiyyətinə görə ona bir dənə xüsusi görsən kitablarında, əlyazmalarında ona xüsusi bir dəyər obrazı canlandırır öz əlyazmasında. Niyə? Onun gördüyü işin mahiyyəti. Həzrət Fatimə də digər məsumlar kimi gördüyü işin mahiyyətinə görə gərəkdir ki, bu şəxsiyyətlərin anım günləri ola, bunların doğum günləri, vəfatları insanlara çatdırılır ki, kim dünyaya gəlib. Bəli. Ola bilər insan, onda məsələn də bəzi o iradlar ki olur ha, onda elə bütün peyğəmbərlərin hamısının bəyən biz mövludun şəhadətini saxlamalıyıq. Bəli. Ki, yəni peyğəmbərdən mi artıqdır? Baxın, bu sözlər özü cəhalətdən qaynaqlanan sözlərdir. Heç kim bugün durub, məsələn, fərz elə, Həzrəti Salihin barəsində bir dənə şəkk-şübhə atmır ki ortaya. Bəli. Atılan şəkk-şübhələr onların hamısının haqqını difa edən bir şəxsiyyətin barəsindədir. Görürsən, dünya Peyğəmbərin əleyhinə danışmadığı təqdirdə Həzrət Əli əleyhissalamın barəsində gör nə qədər sözlər danışır, xilaf sözlər. Buna xatir ki, mövzu Peyğəmbər deyil, buna görə ki, zahirən müsəlmansa Peyğəmbəri qəbul eləməlidir. Bəli. Peyğəmbəri kim Peyğəmbər kimi düz formada çatdıra bilir, məsələ onun üstündə gedir. Bunların nə üçün şəhadətləri və mövludları qeyd olunmalıdır? Bunlar həqiqi o rəngləri öz həyatlarında yaşaya biliblər. Dedim də, heç bir məzhəbi, heç bir qohumçuluğu, heç bir uyğunluğu olmayan bir dənə tarixçi araşdırır, bir nəfər sərkərdəni görsən necə bir gözəl formada təqdim edir. Niyə? Deyir, hansısa bir zamanda bir dənə haqla batil üz-üzə gələndə bu adam həqqi deyib dünyasını dəyişir. Görsən, ədiblər məsələn Nəsimidən danışanda nə cürət və cəsarətlə danışırlar. Buna görə ki, deyirlər, Nəsimi həqqə görə canından keçib. Hətta onun dərisini də soyublar. Bir halda ki, Nəsimi ilə nə qohumluq əlaqələri var, nə heç eyni məzhəbdəndirlər, amma elə məsələn yanaşma tərzləri odur ki, bunun gördüyü işin mahiyyətini istəyirlər nə edərlər? Cəmaata çatdırarlar. İndi əgər bir dənə ədib özünün ədəbiyyat ixtisası üzrə bir nəfər şairi, bir nəfər yaxşı məsələn bu məsələdə kamil bir adam istəyir cəmaata tanıtdıra, bəzən görsən gecəsin günüzə qatır onun varsa kitab yazır, araşdırma edir ki, niyə? Tanınmalı adam qoy tanınsın. İndi necə ola bilər ki, bir adam ki, onu Allah istəyir dünya tanısın. Onu Allah istəyir ki, insanlar, niyə məsumlar rahat şəkildə özlərinə mübariz tələb ediblər?
Baxın Quranda neçə dənə ayə var. Bir ayədə deyir ki, bu kitab oxşar kitab gətirin. Buna oxşar 10 surə gətirin. Sonra deyir bir surə gətirin. Sonra deyir bir ayə gətirin. Misal, hə? Bəli. Nədir rahat şəkildə Quran dünyaya mübarizə tələb eləyir? Dünyadan mübariz tələb eləyir. Səbəb nədir? Özünün kəmalatına qətiyyəti və arxayınçılığı. Nədir bu məsumlar öz həyatında həmişə istəyirlər insanlar onları araşdırsınlar? Bəli. Niyə o batil məsələn görsən o İslamın əleyhinə olan bəzi qüvvələr ki var ha, görsən onlar Əhl-i Beytin, Həzrəti Fatimənin həyatına aid olan kitabları oxumağı qadağan edirlər öz tərəfdaşlarına. Səbəb nədir? Əgər doğrudan da bu yolun yolcusunun həyatında bir zərrə nöqsan olsa, nöqsanı adam istəyər ki, heç vaxt onu heç kim araşdırmasın. Bu şəxsiyyətlərin mövludu buna xatirdir ki, şəhadəti buna xatirdir ki, bunların həyatında heç bir nöqsan yoxdur. Biz nümunəni istiriksə təqdim edək. Bəli. Deyək ki, insanlıq, İmam Sadiq əleyhissalam deyir ki, bir nəfər dünyadan köçəndə Həzrəti Peyğəmbərlə Həzrəti Əli əleyhissalam mütləq şəkildə onun başı üstünə gələr. Bəli. Hamısında qalmaz, amma gələr mütləq. Bəli. Ravi deyir, soruşdum, səbəb nədir yaxı görəsən? Əlbəttə biz bunu elə əqli dəlillərlə də araşdırsaq, məsələ budur ki, axir vaxtında da, ömrünün son vaxtında da olsa insan bir dənə insanlığın o nümunəsini görməlidir. Ki, insan belə olar. Bəli. Mövlud buna xatirdir, şəhadətin qeydi buna xatirdir ki, insani nümunə var ha həyatda. Bu adam nümunə olub, bu adam hali həyatında 18 il ömrü sürüb. Bu adam 6 ya 7 yaşında 3 il Əbu Talib dərəsində 3 il o acsızlıq dövründə uşaq ikən bu adam zəhmət çəkib, heç vaxt bir zərrə Allaha şikayətini bildirməyib. Nübüvvətin sahibi Peyğəmbərlə bərabər dərədə acsız yatıb. Nə üçün? Səbəb nə olub? Allahın dini kamil formada insanların arasında tanına bilsin. Nümunə cəhətindən bütün dünyaya nümunə olan bir varlığın, mövludun və şəhadətin qeyd eləmək, yada salmaq hər bir insanlıqda pay olanın vəzifə borcudur. Bu heç kimin məzhəbinə aid deyil. Bəli, bəli. Kim ki insanlıqda özünə pay görür, özün insanlıqda bir yer kimi, özünə insanlıqda bir yer alır, orada ki özündə bir yer hiss edir ki, mənim də insanlıqda filan qədər bu məsafədə ki özümə yer eləmişəm, o adam Həzrəti Fatimənin doğrudan doğumun və şəhadətin nə eləyər? Mövludun və şəhadətin qeyd eləyər. Və indi görün, dünyada insanlar nə qədər azğınlaşıb ki, özləri bu nümunələri danışmırlar, yaşamırlar, əksinə əleyhin danışırlar. Niyə görə məsumların düşmənləri tarixən çox olub? Çünki öz həyatın nöqsanını və öz həyatın xilaf yaşayan adamlar istəməzlər nümunələr görsənsin. Heç məsumlar heç kimə söz deməsələr də, Bəli. Əli əleyhissalam kiməsə söz deməsə də, onun Mədinədə yaşamağı bir qrup adam üçün nigarançılığı idi. Gecə yuxularını əlindən almışdı. Buna görə onun həyatı bunların yaşayışının əleyhinə idi. Onun varlığı, insani mədəniyyəti, insanlarla rəftarı, insani keyfiyyətləri bəzi insanların gecə yuxularının əlindən almışdı. Həzrəti Fatimənin varlığı bütün dünyada xilaf yaşayan insanların əleyhinə təbliğat aparır. Biz istəyirik bunun mövludunu buna görə qeyd eləyək ki, niyə bayram elan edirik? Allah dünyaya nümunə xəlq edib. O nümunə ki, onun varlığı dünyada insanlığın əleyhinə nə qədər gedən təbliğatlar var, onun bir gecə ibadət və itaəti, bir günüz insanlarla rəftarı bəs edir bütün dünyanın illərinə, əksi təbliğatın illərinə. Buna xatir bizim üçün zəruridir. Biz nümunənin mövludunu qeyd edirik, bir fərdin mövludunu yox. Allahın yer üzündə əyanı insanlığın formasını ki görsədib, istəyirik deyək ki, bax bu şəxsiyyətin mövlududur. İnsanlıqda payı olan bu adamın həyatından öyrənməlidir. Buna xatir zəruridir bizim üçün. Yoxsa belə o ki qaldı, məsələn, hər adamın həyatın adam mövludunu keçirməz ki. Əlbəttə. Hər adamın şəhadətini qeyd eləməzlər ki, dünyasını dəyişməyin. Necə olur görsən, biz şəhidlərimizin məsələn şəhadət gününə qiymət veririk. Niyə? Şəhadət bir dənə məktəbdir ki, insan haqla və batil müqabilində canın qurban eləməyə hazır olub. Bu insanlar üçün, bu cəmiyyət üçün, xüsusən gənclər üçün böyük bir nümunə və dərsidir. Ona görə onlar görsən hər il yada salınır. O işin mahiyyəti, onun həyatında gördüyü işin təsir etmə qabiliyyətinə xatirdir bu. Təsir etmə gücünə xatirdir bu. Həzrəti Fatimə bütün kəmalı xüsusiyyətləri öz həyatında yaşayıb. Eləyə bilərsən onun bir gecə Allahla ibadət itaətin, bir günüz insanlarla rəftarı kifayət edir Həzrəti Fatimə kimdir. Ona görə belə bir şəxsiyyətin varlığı, həm mövludu, həm şəhadəti bizim üçün zəruridir ki, biz onları nə edək?
qeyd edək. Təşəkkür edirik sizə Hacı. Hacı, yekunlaşdırsaq mövzumuzu qısaca, bizim özümüz xanımımızın, xanım Zəhranın, xanım Zəhra anamızın mövludundan nəsibimizi almaq üçün, bərəkətlənmək üçün nə etməliyik və necə yanaşmalıyıq? Biz məsələn baxsaq Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağədəki bir çox kəlamlarına Əli əleyhissalam deyir ki, bizim yolumuzda qalmağın bir dənə şərti var. O da özünüzün islahatınızdan gərək məşğul olasınız. Kim özünü islah eləməsə deyir, aqibətdə bizlə həmfikir və həməqidə dünyadan köçə bilməz. Həzrət Fatimənin yolu insanın özünün özü üçün vaiz olmağından keçir. İnsan özü üçün moizə eləyib, nəsihət eləyən olsa, özünü islah eləsə, Həzrət Fatimənin mövludu bəli, həqiqətən bizim üçün ibrət yer olacaq. Yox, biz özümüzə təsir qoya bilməmişiksə, bu mövludların rəsmi rusumu qalacaq. Adı qalacaq, ayin kimi qalacaq özlüyündə. Elə bir sanki bir nəşriyyatdır, yazıb kitaba, orada da qalıb. Dərc olunub qalıb, amma tətbiqatı yoxdur. Eynən Həzrət Fatimə və digər məsumların həyatı bizim üçün o cürdür ki, Əli əleyhissalam deyir ki, hər bir şey, bizim yolumuz sizin özünüzün öz islahatınızdan keçir. Özünüzlə məşğul olmasaz, eləyə bilməzsiniz, bizlə həmfikir yaşayasınız. Çox təşəkkür edirik sizə. Bu mübarək gündə, bu gözəl açıqlamalarınızla və ələlxüsus xanım Zəhra salamullahi əleyhə haqqında bu cür gözəl nöqtələrə toxundunuz. İnanırıq ki, bu mübarək gündə tamaşaçılarımız üçün də çox fayda olacaq. Minnətdarlığımızı bildiririk. Allah razı olsun. Mən də təşəkkür edirəm sizə də və kollektivinizə minnətdaram. Allah qəbul eləsin xidmətlərinizi. Var olasınız. Təşəkkür edirik sizə. Çox sağ olun qardaş. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirdiniz. Mütəal Allah bu mübarək mövludu, bu bərəkətli mövludu və müqəddəs şəxsiyyət olan xanım Zəhra salamullahi əleyhanın bu mühüm gününü hər birimiz üçün, bütün əhl-i-beyt sevərlər üçün, bütün haqpərəst insanlar üçün və xanımın məxsusi sevənləri üçün bərəkətli qərar versin və bizə xanımın məqamından, eləcə də mənəviyyatından bərəkətlənməyi, nəsibimizi almağı nəsib etsin. Növbəti buraxılışlara dək Allah amanında.